Ayrı düştük, aylar üstü biz olduk. Düşkün sensiz bir çağlara sel olduk. Ayrı düştük, aylar üstü biz olduk. Düşkün sensiz bir çağlara sel olduk. Bahçe saldım, çiçeği açtım, gül oldu, gül oldu. Hər doğumun nə vaxtsa ölümlə bitəcəyini bilən insan həmişə tələsir. Hansı saatlarısa öz yuxusundan uğurlayır, hansı günləri isə istirahətindən. Niyə insan hərdən dünyaya 5 günlük desə də özünü oda közə vurmaqdan usanmır? Bir dəfə, cəmi bir dəfə yaşadığını bilirkən niyə bu xislətindən dönmür? Beynimdə, fikrimdə bu suallara cavab axtara-axtara onun səliqə ilə qorunub saxlanılan arxivini vərəqləyirəm. Təəssüf ki, sənəti və yaradıcılığı bugünə kimi o qədər də tədqiq olunmayan bəstəkar, həkim, psixoloq Hacıbaba Həsənovun xatirəsini həzirlədiyimiz İki ömrüm olsaydı verilişində bir çoxunuz onun adını və mahnılarını bəlkə də ilk dəfə işləyəcəksiniz. Həzin və kövrək musiqinin ovqatı ilə şərəfli və yadda qalan bir ömrün zaman arxasında qalan anlarını sizə qovuşturmaq üçün yola çıxırıq. Hacıbaba Həsənovun bəxti onda gətirib ki, onun bəstələdiyi musiqilərin əksəriyyətinin sözləri, şeirləri Bəxtiyar Vahabzadənindir. Mən istəyərdim Bəxtiyar müəllim Hacıbaba Həsənovun yaradıcılığı, onun musiqisi barədə bir neçə kəlmə bizim gənc nəslə məlumat verərdi. Bilirsiniz, Hacıbaba rəhmətlik. 50-ci illərdə biz onunla tanış olmuşuq. Yəni mənlə onu tanış eləyən onun sənəti oldu. Çox gözəl musiqilər, nəğmələri yazardı və əməkdaşlıq eləyirdik. Mən istərdim ki, onun musiqi yaradıcılığından, bəstəkarlığından öncə onun insaniyyəti, onun insanlığı haqqında bir neçə kəlmə deyəm. Ona görə ki, yaxşı, xeyrxah, alicənab, insan olmayan adam böyük sənətkar da ola bilməz, heç sənətkar da ola bilməz. Hacıbabanı mənə sevdirən, mənim ona olan məhəbbətim birinci növbədə onun insanlığına idi. Əvvəla gözəl həkim idi, psixoloq idi. Gözəl insan idi, nəcib insan idi. Mən inanmıram ki, məsələ, həyatında neçə il yaşayıb bilmirəm. Amma o rəhmətlik bir adamı belə incidə bilər. Ona mən inanmıram. O qədər nəcib, o qədər nəzakətli, o qədər mədəni, sözün tam mənasında bir ziyalı idi. Elə o ziyalılıq da onun sənətində özünü göstərdi. Mənimlə bir neçə 5-6 mahnımın sözlərimə mahnı yazıb. Məsələ, indi də mən Yağma Yağış mahnısına qulaq asanda bütün gəncliyim düşür gözümün qabağına gəlir. Yağma yağış mən görüşə tələsirəm. O mahnılarda nə mən görürəm? Yəni, Hacıbaba rəhmətliyin musiqilərində, nəğmələrində nəyi görürəm? Hər şeydən əvvəl ürək çırpıntısı, hər şeydən əvvəl nəcabət, hər şeydən əvvəl zəriflik, insan duyğularının, insanın mənəvi dünyasının ən incə nöqtələrinə toxunmağa bacaran mahnılardır. Xatirələr var onun, mənim sözlərimə yazılan mahnıları. İndi mən o mahnıya qulaq asanda, mən bilmirəm nə tər olub, mən o zaman onu yazanda 25-26 yaşım vardı. Mənim nə xatirəm ola bilərdi. Amma mən də onu, indi bizə şirin gələr, köhnə acı xatirələr. Acı şeylər də zaman keçəndən sonra insan üçün şirinləşir. Hətta acı xatirələr də şirinləşir. Çünki o gəncliklə bağlıdır. Mənim bu sözlərimdə, yəni mən sözlə dediyimi Hacıbaba çox böyük məharətlə musiqinin dili ilə ifadə elədi. Mənim sözlə dediyim o səsə çevirdi, nəğməyə çevirdi. Ona görə də mən onun xatirəsi önündə başıma əyirəm. Çox təəssüf ki, çox az yaşadı. Amma mənim
ve onu tanıyanların kalbinde çok körek hisler koyup gidip. Hacı Baba hiç zaman unutulmaz, hiç zaman unutulmur. Həmişə mən o köhnə əsər yazılarımı varaqlayanda, ya bəzən zərif bir musiqə qulaq asanda Hacı Baba rəhmətli yadıma düşür. Baxtiyar Vahabzadənin demək xatirələr Bəli. şeirindən əslində bu da bu mahnıda Balmanka yolu ilə yazılıb. Mən xatirələr melodiyasını yazdım, çox yaxşı çıxdı. Sonra Baxtiyar mənə bir dəfə o yağma yağış mahnısına görə çağırmışdı, getmişdim, görüşmüşdük. Onu da sizə deyim ki, o mahnını, yağma yağış mahnısını mən Baxtiyara işlərindən sonra söhbət elədim. Baxtiyar mənə dedi ki, mahnı mənim çox xoşuma gəlib, həddən ziyadə. O mahnını gedək sənin bir kitabım var, bu mağazalardan alın birini verim, əbədi heykəlli desən. Orada mahnı tekstlərdən, mətinlərdə gelmişdik. Getdik, bir mağazaya girdik, yox, ikisinə girdik, üçünə girdik, o azad şey yaxır. Deyək ki, mənim mahnılarım burada qalmışdı, qalaq-qalaq. Deyir ki, qayıtdı orada bir qız deyir ki, düzdür, bir həftə bundan qabaqdır, burada dolu idi. Bu son zamanlar bir dənə deyir, yağma yağış mahnısı çıxıb. Onun mətni orada var, ona görə bütün mahnı, o kitabçalar onunla getdilər, hamısı aydınlatma edilər. Baxtiyar burada qayıtdı mənə dedi ki, mən eşitmişəm ki, Belinski deyir ki, incəsənətdə ən təsirli incəsənət əsəri demək, poeziyadır, şeir. Mən deyib, çağın onunla razılaşırdım. İndi isə fikirləşirəm, yox. İncəsənətdə ən qüvvətli əsər, təsirli vasitə, demək, mahnıdır. O şeir musiqi ilə melodiyanı birləşəndən sonra onun təsiri çox qüvvətli olur. Dünyada heç kəs təkcə öz ömrünü yaşamır. Hacı Baba Həsənov da bir bəstəkar kimi ömrünü ömürlərə qatıb. Bir ömürdə neçə ömür yaşayıb. 50-60-cı illərin nəsli o dövrdə dillər əzbəri olan Yağma yağış, Tarçalan oğlan, İşqimin növrağı, Xatirələr, Unuda bilmirəm, Ellər gözləyir mahnılarını yəqin ki, bugün də nostalji hisslərlə xatırlayır. Hacı Baba Həsənovun bu mahnıları sərhəd tanımayıb. Azərbaycandan çox-çox uzaqlarda da Lübavə Muradova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Rəşid Behbudov, Nərminə Məmmədova bu mahnıları böyük məhəbbətlə oxuyublar. Təbrizdə böyük konsert salonunda şöhrəti bütün dünyanı dolaşan Rəşid Behbudov növbəti mahnısını belə elan edib. Təəssüf ki, bu konsertin ancaq lehyazısı durur.